Salam, bugün sizinlə çox həssas, amma inanın ki, bir o qədər də vacib bir mövzuya toxunacağıq. Görəsən, bizim ağzımızdan çıxan sözlər 1-5 yaş arası bir uşağın o balaca daxili dünyasını necə hörür, necə formalaşdırır? Gəlin bu məsələyə birlikdə baş vuraq. Yəqin ki, çoxumuza tanış gəlir bu cümlə, hə? Bəlkə hardasa eşitmişik, bəlkə də hətta özümüz demişik. Bax, bugün danışacağımız hər şey məhz bu cür ifadələrin ətrafında fırlanacaq. Çünki bu, elə-belə deyilmiş bir cümlə deyil. Əslində uşağın o balaca dünyasına atılan bir toxumdur. Bir anlıq təsəvvür eləyin ki, uşağın beyni, xüsusilə də ilk 5 ildə yumşaq, formasız bir gildir. Və bizim hər sözümüz, səs tonumuz, hətta bir baxışımız belə o gili formalaşdıran bir əldir. İndi sual budur, biz bu gildən ya sarsılmaz bir qala ucaldırıq, ya da hər an sına biləcək çat-çat bir qab düzəldirik. Yaxşı, gəlin baxaq, bizim qarşımızda iki yol var. Gəlin birinci yoldan başlayaq. Qorxu yolu. Bu, bəzən valideynlərin fərqində olmadan seçdiyi bir yoldur. Görək bu yolun sonu hara gedib çıxır. Uşaq bunları eşidəndə, bilin ki, o intizamı öyrənmir. Qətiyyən, o bambaşqa şeylər öyrənir. Qorxunu, tərk ediləcəyi hissini, yapyalnız olduğunu. Bu sözlər onun beyninə birbaşa təhlükə siqnalı göndərir. Sizcə bu nizam intizamdır? Yaxşı, bəs pərdə arxasında nə baş verir? Yəni, o balaca beynin içində. Bu sözlər, bu təhdidlər hansı dümələri basır? Gəlin biraz da dərinə gedək, görək elmi tərəfi nə deyir? Deməli, uşaq qorxduğu an beynində sanki bir qırmızı həyəcan siqnalı yanır. Bu şuurlu bir qərar deyil, bu tamamilə instinktiv bir şeydir. Bədən dərhal özünü qoru rejiminə keçir. Elmdə buna vuruş, qaç ya da don reaksiyası deyirlər. Hər birimiz təhlükə anında bunlardan birini edirik, düzdür? Amma bir düşünün, balaca bir uşaq nə vuruşa, nə də qaça bilər axı, ona bircə yol qalıb. Bax, ən aldadıcı məqam da elə budur. Uşaq birdən-birə sakitləşir, elə bir sözə baxdı. Amma əslində olan bu deyil. Bu, donma reaksiyasıdır. Çöldən baxanda hər şey sakit görünür, amma içərdə inanın ki, əsl fırtına qopur. O fırtına necə olur deyim sizə. Beyin təhlükəni hiss eləyən kimi bütün bədənə stres hormonu, yəni kortizol yayılır. Ürək dəli kimi döyünməyə başlayır. Və ən pisi, beyin bu anı qırmızı hərflərlə yaddaşa yazır. Təhlükəli an. Bu, gələcəkdə onun bütün davranışlarına təsir edəcək dərin bir izə çevrilir. Və bu cür təcrübələr təkrarlananda uşağın içində zəhərli inanclar kök salmağa başlayır. Məsələn, məni sevirlərsə, deməli qorxmalıyam. Ya da sevilmək üçün gərək heç vaxt sərf eləməyim. Bilirsiniz bu nə deməkdir? Bu, bir ömür boyu çiyinlərdə daşınacaq çox ağır bir yükdür. Psixoloqlar buna təhlükəli bağlanma deyirlər. Yəni, çox sadə dildə desək, uşağın dünyada ən çox güvənməli olduğu adamlarla, yəni bizimlə olan bağı, qorxu və şübhə üstündə qurulur. Yaxşı, bəs başqa yol yoxdur? Əlbəttə var. İndi gəlin tamamilə başqa bir dünyaya, güvən yoluna keçid alaq. Bax bu yol, qorxunu yox etməkdən yox, uşaq qorxanda onun yanında olmaqdan keçir. Baxın, bu sözlər əslində bir möcüzədir. Hər biri uşağa fərqli bir mesaj verir. Sənin hisslərin mənim üçün önəmlidir. Bu hisslərlə tək deyilsən və ən əsası səni olduğun kimi hər halınla sevirəm. Bu sözlər uşağın daxili dünyasında isti, təhlükəsiz bir yuva qurur. Belə bir mühitdə böyüyən uşağın içində isə tamamilə fərqli, sağlam toxumlar cücərir. O başa düşür ki, sevgi üçün mükəmməl olmağa ehtiyac yoxdur. Hisslərini demək qorxulu deyil və o, danışsa da, sussuz, sadəcə var olduğu üçün dəyərlidir. Və bunun da elmi adı təhlükəsiz bağlanmadır. Bax bu, gələcəkdə quracağı bütün sağlam münasibətlərin, özünə inamın, çətinliklərə sinə gərməyin təməlidir. Hər şey məhz bu bağdan başlayır. Yaxşı, indi gəlin bu iki dünyanı, bu iki yolu yan-yana qoyaq. Fərqi öz gözlərinizlə görün. Məncə bu müqayisə hər şeyi deyir. Bir tərəfə baxın, hisslərini içində boğan, sevilmək üçün mükəmməl olmalı olduğunu düşünən və çətinlikləri ilə tək başına qalan bir uşaq. İndi də o biri tərəfə, duyğularını azadca ifadə edən, səhv etməkdən qorxmayan, çünki yıxılanda onu tutacaq bir əlin olduğunu bilən bir uşaq. Görürsünüz, bu sadəcə fərqli yanaşma deyil. Bu tamamilə iki fərqli həyatdır, iki fərqli dünyadır. Və sonda hər şey gəlib bu fikrə dayanır. Bəli, qorxu ilə uşağı idarə etmək olar, amma yalnız sevgi ilə onu formalaşdırmaq, ona şəxsiyyət vermək mümkündür. Bəli, qorxan uşaq bizə qulaq asacaq, sakitcə dayanacaq, sözümüzdən çıxmayacaq. Amma anlaşıldığını hiss edən uşaq var ha, o bizə güvənəcək. Və əslində valideynlikdə itaətdən qat-qat daha dəyərli olan şey elə bu güvəndir.
Ona görə də unutmayaq ki, bizim əsl gücümüz səsimizi qaldırmaqda deyil, onun ən çətin anında yanında olmaqdadır. Əsl güc dayağında dayanmaqdır. Və sonda hər birimiz üçün bir sual qalır. Bəs biz öz sözlərimizlə, öz əllərimizlə hansı dünyanı qururuq? Qorxuyla dolu bir dünyanı, yoxsa güvənlə dolu bir dünyanı? Seçim tamamilə bizimdir.